Bir xəbər, bir şərh. Həm xəbər verən, həm də şərh edən yeganə kanal. Süni intellektli mer. Bakıda keçirilən növbəti Venesiya günləri barədə danışan mer Eldar Əzizov şəhər sakinlərinə yeni müjdə verib. Belə ki, medianın xahiş və minnəti ilə açıqlama verməyə məcbur qalan Eldar müəllim bəlkə də ChatGPT-yə müraciət edib və şablon cavabı ictimaiyyətə təqdim edib. Sitat: Bakı elə sürətli və güclü inkişaf edir ki, kanalizasiya və infrastruktur buna ayaq uydura bilmir. Ona görə də ən az 2 il müddətində belə hallar, su basmalar davam edəcək. Yəni 2 il dözün, ondan sonraya isə Allah kərimdir, kim ölər, kim qalar. Ölmə eşeğim ölmə. Merin sözündən belə çıxır ki, sel, nəqliyyatın dayanması, ictimai fəaliyyətin bloklanması, bunlar xırda məsələdir. Əsas odur ki, bu dəfə ölüm itim olmadı. O, hətta unikal və möhtəşəm bir təklif də verib. Tunelləri su basan kimi giriş-çıxışlar bağlansın. Vəssalam, beləcə su lap 2 metrə də qalxsa, boğulan olmayacaq. Necə ki, çirkli su hövzələrinə, kanallara yaxın durmuruqsa, eləcə də tunellərdən də uzaq durmalıyıq. İndi burada sual yaranır. Axı, tunellər olmadan şəhər daxili hərəkət etmək olmaz. Necə edək? Harasa getməyəkmi? Hörmətli mer, bax, bu suala cavab verməyib. Eybi yox, mediamızdan xahiş edək ki, yenidən Eldar müəllimə müraciət etsin və bu sualın da cavabını alsın ki, açıqlama tamamlansın. Mən şəxsən müdrik merin cavabını təxmin edirəm. Harasa getməyəkmi sualına yəqin ki, bu cür cavab verəcək. Elə bilin ki, sərt karantin gəlib. Hər kəs dar günə hazırlıq görsün, azuqə toplasın. Bu arada Eldar müəllim küləkli havada köhnə ağacların yıxılması probleminə də toxunub. O, yenə də təmkinli və soyuqqanlı cavab verərək bir narahatçılığa əsas olmadığını bildirib. Sitat: Ağac yıxılar, eybi yox, yenisini əkərik. Amma ağac yıxılanda bəzən maşınlara, hətta evlərə də zərər verir. Bəs bu necə olacaq? Müdrik merimiz görünür ki, ya ChatGPT-nin cavabını sonacan kopyalamayıb, ya da əzbərlədiyi sözlərin davamını yaddan çıxarıb. Bəli, merimiz görünür ki, texnologiyanı, elmi, innovasiyanı səhv anlayıb. Deyəsən, elə zənn edir ki, intellektli olmaq, süni intellektə cavab yazdırmaq deməkdir. Fərqliliyimiz gücümüzdür. Abunə olun ki, fərqlilik görəsiniz.